Ələşkər. Ay, Hə ata. sən dolamısan məni. Niyə nə olubdu? Tanımazdım, mən səndən bir bəhrə görmədim, ay bala. Bu nə vaxtadan belə davam eləyəcək? Niyə nə oldu ki ay ata, nə qardı? Necə nağardım? İşqafın üstünə asarı qoymuşam, saat 2-nin yarısıdır. Niyə gəlib oğruyub aparmırsan mənim maşınımı? Nə bilim ey ata, bilmirəm ki. Necə nəyəm, cibimə niyə girib məndən pul götürmürsən? Ay mən qonşu içinə çıxamıram, utandığımdan. Bütün boyumu, papağımı soxmusan mənim yerə. Niyə nə qardım ki mən? Nə vaxtadan nə? Ay 4 göz, magistr imtahanı nə vaxtadan oxuyasan? Mən paxıllıq çəkirəm bu qonşu uşaqlarına. Həftədə 3 dəfə bölmədədirlər, iştirak oynadılar. Mən də istəyirəm də bala, bir ata kimi mən də istəyirəm ki, o bölməyə girim. Deyim, ha nə küçüyün balası, bir şapalaq çəkim qulağın dibindən. Nə vaxta kimi hə? Ha? Nə vaxta kimi belə olacaq? Nə bilim ey ata, nə qarım ki indi? Necə nağarım? Cibindən siqaret tuturam deyirsən mənimdir. Önətör deyirəm dostum bir sualın tanı, anlat mənim başımı. Gəl maşınımı götür gecə, qatır mən yatım. 16 manat cibimdə pul var. 1 qəpik mənə saxlama. 16 manat da götür. Yaxşı? Nə qarım ey indi? Dur mən gedirəm yalandan uzanam eləyəm. Utanıb çıxamıram mən kişilər üçün. Ayıb da. Heç oğlansan. Gəl oğlan maşını.